Hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcəri, bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Şəmkir rayonundayım. Şəmkir rayonunda biz qabaqcıl və nümunə müəllimlərdən birini sizlərə təqdim etmək istəyirik. Gənc və nümunə müəllimlərdən birini. Mənim adınız, soyadınız? Məcnunova Ünsülə Abdüləzim. Məcnunova Ünsülə müəllim. Çox gözəl. Hansı məktəb müəllimisiz? Yeni Həyat Kənd Orta Məktəbi. Şəmkir rayonu Yeni Həyat Kənd Orta Məktəbi müəlliməsiyəm. Gənc müəllimsiniz, gənc kadırsınız. Təhsil sahəsində yeni işdir, 8 il işləyirsiniz. Və bizim arzumuz odur ki, inşallah təqaüddən çıxana qədər əməkdar müəllim olasınız. İnşallah. Tərəqqi olasınız. Ən yüksək adlara layiq görüləsiniz. Vətənimizi başımıza eləyəsiniz. Biz siz müəllimlərlə fəxr edirik, qürur duyuruq. Və hörmətli izləyicilərimiz, bizdə çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular aparılır. Mənim haqqında müsbət sözlər dedilər, ona görə gəlmişik qəzetimizdə xüsusi buraxılış olmamızda verək. Sizi təbrik edirik. Arzudur ki, ən yüksək adlara layiq görüləsiniz, hər zaman vətəni başımıza eləyəsiniz. Mən bu belə ixtisasların içində siz nəyə görə mütəxəssisliyi seçdiniz? Mən uşaqlıqdan arzum o idi ki, mən gedim uşaqlara əlbəttə, mən özüm 7 il bağçada tərbiyəçi müəllim işləmişəm. Sadəcə mən o uşaqlara istədiyim biliyi verə bilmədiyim üçün daha böyük bir biliklər, daha böyük bacarıqlar formalaşdırmaq üçün imtahan verərək, imtahanda iştirak edərək yüksək nəticə göstərib, Yeni Kənd Tam Orta Məktəbində işləyirəm. Sertifikasiya imtahanında 58 bal toplamışam. Çox gözəl. Bizim cənab nazirin briefingində məni dəvət edildilər, mən də o briefingdə iştirak etdim. Çox məmnun oldum ki, məni xüsusilə ora çağırmışlar. Dəvətdə qəbul etdim, mən getdim. Mən briefingdə iştirak etdim. Biz sizin ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq, uğurlarınız bol olsun. Və hörmətli izləyicilərimiz, ulu öndərimiz demişlər, müəllimlik peşəsi ən çətin və şərait peşələrdir. Amma müəllimlik peşəsində də ən çətin ixtisas mütəxəssislikdir. Siz bu sözü mən həmişə demişim, nəyə görə? Fizika və yaxud da ki, müxtəlif fənləri, ingilis dili, qeyri-milli fənləri 5-ci sinifdən, 6-cı sinifdən sonra daha mükəmməl şəkildə öyrənsiniz. Amma mütəxəssis müəllimləri şagirdlərə ilk əlifbanı, ilk rəqəmləri, ilk hərfləri, ilk ana sözünü, ata sözünü, vətəni sevməyi öyrəndirlər. Yəni bir sözlə vətəndaş yetişdirirlər. Ona görə biz siz öz adınızdan dərin təşəkkür edirik. O gün olsun ki, ən yüksək adlara layiq görüləsiniz. Bizə görə sizlərlə bağlı çəkiliş edirik, təbrik edirik. Əlin düşərli olsun, xeyirli olsun. O gün olsun ki, tərəqqi medal alasınız, biz də sizinlə bağlı çəkiliş edirik. Çox gözəl. Bəli, Çağdaş Təhsil komandası olaraq siz müəllimlərlə qürur duyuruq. Hər zaman vətəni başımıza eləyəsiniz. Təşəkkür edirəm. Çox sağ olun.